Və bugün danışacağımız mövzu artıq bəlli oldu. Biz heç verilişimizdə demək olar ki, Aytan xanımla artıq 2 ildir ki, sağlam gün ayı verilişində bərabər addımlayırıq. Amma danışmamışıq bu mövzuda. Doktor, mövzunu barəsində elə istəyirəm özünüz giriş edəsiniz. Düzdür, mən statistik məlumatları götürmüşəm. Çünki günümüzün ən çox yayılan bir psixoloji problemlərindən biridir. Hər insanın həyatında elə dövrlər olur ki, heç nə etmək istəmirik, özümüzü boş və yorğun hiss edirik. Bu bəzən keçici hal olur, bəzən isə depressiyanın xəbərçisidir və xüsusən də mövsümlü depressiyadan danışırıq əsl havaya uyğun. Buyurun, doktor. Salamlayıram bizi izləyənləri, diqqətləri üçün təşəkkür edirəm. Bugünkü mövzumuz Günay xanım, heç vaxt həkimlik praktikamda danışmadığım bir mövzudur. Mövsümü depressiyadır. Düşünürəm ki, bunu axtarış versələr danışılmamış bir mövzudan bəhs edəcəyəm. Mövsümü depressiya ümumiyyətlə nədir? Gəlin buradan giriş eləyək. Ümumiyyətlə, psixiatrik xəstəliklərdə, psixiatrik pozuntularda mövsümü keçidlər böyük önəm daşıyır. Adətən bizim xəstələrin xəstəliyinin başlanması, Günay xanım, təkan verilməsi, yenidən alovlanması, residivləşməsi, belə deyək, mövsümü xarakteri daşıyır. Xüsusən deyirlər ki, bax elə indi yaz ayı gələcəkdir, xəstəliklər baş qaldıracaqdır. Payız ayı gələcəkdir, xəstəliklər baş qaldıracaqdır. Gəlin baxaq ki, mövsümü depressiya nədir? Mövsümü depressiya adından məlum olduğu kimi mövsümü xarakter daşıyır. Psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə psixiatrik bir diaqnozdur. Diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir. Mövsümü depressiya, daha detallı desəm, nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna daxil edilir. Yəni, bu ruhu xəstəlik deyildir. Bu nevrozun, yəni nevrotik pozuntunun bir növüdür. Eyni zamanda daha detallı desəm, əhval-ruhiyyə pozuntusudur. Bu necə olur, baş verir? Payız aylarının sonlarında, qış aylarının əvvəllərində başlayır, yaz aylarının sonlarında, yay aylarının əvvəllərində tamamlanır. Bəzən istisna hallarda isə əksinə xarakter daşıyır. Yaz aylarının əvvəlləri, yay aylarının, belə deyək, yaz aylarının sonları, yay aylarının əvvəllərində başlamış olur. Yəni, adi depressiyadan biz buna görə mi fərqləndiririk? Bəli, mövsümsel xarakter daşıdığına görə fərqləndirə bilirik və hər il eyni mövsümlərdə və yaxud da ki, bir neçə ildən bir başlayaraq davam edir. Adətən pasiyent nə deyir? Doktor, hər il belə olmuram, bir də 3-4 il bundan qabaq belə olmuşdum deyə ifadələr işlədir. Belə də ola bilir. Bəli, belə də ola bilir. Bəzən olur 3 il, 4 il, 5-6 il ara verərək yenidən residivləşir, təkrarlanır. Bəs təkrarlanmamaq üçün nə etmək lazımdır? Və bunlara da biz giriş edəcəyik. Mövsümü depressiya ümumiyyətlə necə olur, başlayır? Biz bildiyimiz kimi bütün xəstəliklərdə giriş eləyirəm ki, necə olur? Ümumiyyətlə, payız, qış aylarında hava tutqunlaşır, havalar soyuyur. Günəş işığı azalır. Bəli, tam doğru Günay xanım. Günəş işığı azalır, günəş şüası az düşür. Həmçinin bizim beyin qabığının üst səthində həssaslıq azalır ki, biz bu günəş işığını daha zəif qəbul etmiş ola bilirik. Hamı evlərinə doğru çəkilir, hava buludlu, dumanlı, çiskinli olur, tutqun, durğun olur və insanlarda bir növ qapanma yaranmağa başlayır. Həmçinin gecələr uzanır, gündüzlər qısalır. Praktik olaraq müəyyən bir insanlarda artıq bu yaranır. Bəs görəsən, ümumiyyətlə, patogenetik olaraq necə başlayır bu xəstəlik? Mövsümü depressiya zamanı beyin kimyasında fizioloji, neyrokimyasal dəyişiklik gedir. Nə baş verir? Biz sirkat ritmlər deyirik. Sirkat ritm pozulur. Ümumiyyətlə, sirkat ritm bizim orqanizmin bioloji sadıdır. Yəni, bu olmasa biz ümumiyyətlə həyatda bir sıra funksiyalarımızı icra edə bilmərik. Gecə-gündüzü də bilmərik, doktor. Məsələn, bir qapalı otaqda qalmışıq, sirkad ritm yoxdursa, düzdür, müəyyən müddətdən sonra bu sirkad ritm itəcək, orada qapalılıqda qalsaq. Qapalı, amma ki, yəni bu bizi idarə edir ki, yuxudan oyanmaq vaxtıdır, yatmaq vaxtıdır. Bəzən amma elə insanlar var ki, onlarda pozulur. Elə digər psixoloji pozuntular. Bəli, pozuntu başlayır. Sirkad ritmlər bizim o siz deyənə qüvvət olaraq Günay xanım, gündəlik olaraq gecə, gündüz, digər pozuntularda da belə, yəni hormonal balansı tənzimləyir. Məsələn, buradan bir giriş eləyək. Mövsümü depressiya zamanı orqanizmdə serotonin neyromediatorunun miqdarı, belə deyək ki, azalır, melatonin miqdarı artır. Yəni, şəxslərdə artıq bu zaman patogenetik olaraq mövsümü depressiya başlayır.
Bəs görəsən mövsümi depressiyanın əlamətləri nələrdir? Mövsümi depressiya, biz bildiyimiz kimi Günay xanım, bundan öncəki mövzumuz da depressiya idi. Depressiyanın əsas iki böyük qolu var. Tipik, atipik. Bu nə deməkdir tipik, atipik? Adından məlum olduğu kimi. Tipik depressiya zamanında depressiyanın canlı, görsənən əlamətlərini ifadə edir. Hansı ki, o əlamətlərlə əhval-ruhiyyə düşkünlüyü olsun, özünə qapanma olsun. Artıq biz bilirik ki, bu şəxsdə depressiyadır. Atipik depressiyada isə sanki depressiya maskalanmış, gizlənmiş formadadır, atipik formadadır. Yəni depressiyaya məxsus olmayan, gizlənmiş əlamətləri ifadə etmiş olur. Yəni qarışdıra bilərik biz bunu. Bəli, tam doğru. Mövsümi depressiyanın kliniki əlamətləri hansılardır? Bu atipik depressiyanın kliniki əlamətlərini daha çox özündə ifadə edir. Bu zaman nə baş verir? Mövsümi depressiya zamanı şəxsin əhval-ruhiyyəsi aşağı düşür. Şəxs, belə deyək ki, enerji potensialı enir. Enerji potensialı enir, biz buna avolüsiya deyirik. Şəxs hərəkətsiz vəziyyətdə olur. Durduğu yerdən, oturduğu yerdə qalxıb bir yerə keçə bilmir. Yatağından qalxmaq istəyi yaranmır. Keyfsiz, əhvalsız olur. Həmçinin bu zaman xüsusi əlamətlərdən biri də mövsümi depressiyanın gün ərzində aşırı dərəcədə qidalanmağa meyillikdir. Doyma siqnalı olmur. Şəxs daha çox kalorili, karbohidratlı, yağlı, şəkərli qidalarla qidalanmağa meyilli olur. Nəticə etibarilə Günay xanım, qısa müddət ərzində şəxsin bədən kütlə indeksi artır, çəkisi artır, piylənmə yaranır, obez yaranmış olur. Bəli. Müəyyən bir müddətdən sonra mövsümi depressiyanın əsas əlamətlərindən biridir. Tipik depressiyadan fərqli olaraq şəxsdə gün ərzində aşırı dərəcədə yuxululuğun olmasıdır. Yəni bu nəyə bağlıdır? Şəxsin gün ərzində beyninə səbəbsiz yerə hər hansısa bir təhlükə olmadan öz yaxınlarının, ailə üzvlərinin, övladının başına hər hansısa bir pis hadisə gələcək, pis fikirlər dolaşır. Bəli, bu pis fikirlər gün ərzində onun başında cərəyan eləyir, dolaşır. Və gecə başını yastığına qoyanda o düşüncələr ondan əl çəkmir. Onda həyəcan, təşviş, qorxu, tədirginlik yaranır. Və nəticə etibarilə pasiyentlər nə deyir? Doktor, beynim yatmır, beynim daim fikirlidir. Başımı balınca qoyuram yastığa, yuxuya keçə bilmirəm. Şəxs yuxuya çətinliklə keçə bilir. Və nəticə etibarilə yuxuya keçsə belə səhərə yaxın mürgüləyir və səhər yatağından qalxa bilmir. Məhz bu mövsümi depressiyada da həmin şəxslər gecə yatmamağı fonunda gün ərzində yuxulu olur, əzgin olur, bitkin olur, halsız olur və nəticə etibarilə şəxsin gün ərzində diqqətinin sürdürülməsi, diqqətinin davam etdirilməsi pozulur, diqqət dağınıqlığı, diqqət defisiti, diqqət çaşmazlığı yaranır və nəticə etibarilə şəxsin anlaması, qavraması, yadda saxlama problemləri yaranır, düşüncəsi zəifləyir. Bəzən şəxslər deyir, Günay xanım, doktor, unuduram, əşyanı bura qoyuram, sonra yerini tapa bilmirəm. Deyir, mənim yaddaşım zəifdir. Əslində bu depressiya fonunda yaranan unutqanlıqdır. Bu, beynin, belə deyək, üzvü mənşəli olan yaddaş pozuntusu deyil, sizdə Alzheimer deyil, sizdə depressiya fonunda yaranan yaddaş pozuntusudur. Digər bir məsələ kimi şəxslərdə cinsəl disfunksiya yaranır. Şəxs, belə deyək ki, kişilərdə testosteron miqdarı aşağı düşür, cinsəl zəiflik, cinsəl istəksizlik, sərtləşmə problemləri, tez boşalma, erkən boşalma problemləri, qadınlarda estrogenlərin miqdarı aşağı düşür, prolaktin qalxır, sonsuzluq, menstrual sikldə ləngimə bəzən aylarla qadın menstruasiya ola bilmir, hətta süd vəzindən axıntının gəlməsinə doğru gedən bir proses irəliləyir. Sonraki etaplarda şəxsdə, belə deyək ki, ağrılar yaranmağa başlayır Günay xanım. Deyir, bədənim sızıldır, doktor, bədənim elə bir göynür. Əzəli ağrılar. Əzəli ağrılar olur. Baş nahiyədə baş ağrıları, başda sıxılma, ürək bulanma, qusma olur. Şəxs dərhal şübhələnir. Deməli, mən belə deyək, insult keçirəcəm. Belə deyək ki, beynimə qan sızacaq. Kürəyim ağrıyır. Bəli, bayılacam, huşumu itirəcəm, kontrolumu itirəcəm deyə düşüncələr yaranır. Və yaxud da ki, bu zaman ağrılar bütün bədən boyunca irradiasiya edir. Başa, kürəyə, sinəyə, döş qəfəsinə, ayaqlara doğru irəliləyir. Və gedirlər hara? Müayinələrə, MRT-lərə, analizlərə, qallaq kağızlarla gəlirlər Aytan xanım. En qədər, bəli, ixtisaslı həkimlərdə Günay xanım, müalicələrdən keçmiş olurlar, müayinələrdən keçmiş olurlar. Hətta həkim deyəndə sənin bir şeyin yoxdur, müraciət et psixiatra.
deyir, onda ümidsizlik yaranır. Necə bir şeyim yoxdur ki, axı mənim bədənim ağrıyır. Fibromiyalgiya tipli ağrılar yaranmağa başlayır. Növbəti verilişlərdə bunu da Doktor, bütün xəstəliklər beyində başlayır. Bəli. Nə deyirsiniz deyin, mən bu illər ərzində bunun şahidi oldum ki, bütün xəstəliklər bizim beynimizdə yaşayır. Düşüncələrimizi birinci sağlamlaşdırmalıyıq. Ondan sonra bədən də sağalacaq. Bəzən görürsən ki, müxtəlif ağrılar deyir, mənim mədə bağırsağıma çarə tapmırlar. Mən bir həkim tapa bilmirəm ki, bunu müalicə eləsin. Yaxşı bir həkim tanıyırsan, artıq mənə əlamətləri deyəndə deyirəm Aytən Namazova, həkim psixiatr. Yazıl və get, görəcəksən necə effekt gözəl verəcək. Bir məqama toxundunuz Günay xanım. Mədə nevrozu, mədənin irritabl sindromu, qıcıqlanmış bağırsaq sindromu. Əslində bunlar psixiatrik bir diaqnozlardır. Adı altında dəfələrlə kolonoskopiya, endoskopiya, gastroskopiya müayinələrindən, rentgen müayinələrindən, uzi müayinələrindən keçirlər. Amma analizləri verirlər, eyni qədər sənədləri toplayıb gəlirlər. Doktor, dərdimin çarəsi tapılmadı. Altda yatan səbəbi depressiyadır. Və yaxud da ki, şəxsin belə deyək, bu zaman simpatik sinir sisteminin fəaliyyəti artır deyə, orqanizmdə adrenalin artır deyə qan damarları daralır, qan təzyiqi artır. Şəxsin daim olaraq təzyiqi yüksək olur Günay xanım. Nəbzi sürətlənir, ürək vurğuları artır. Deyir doktor, mən axı kardioloji dərmanlar içirəm, təzyiq salıcı dərmanlar içirəm, adlarını söyləmək istəmirəm, filan dərmanları. Niyə mənə necə ola təsir bilər eləmir? düşməsin? Ən yüksək dozada belə təzyiq salıcı dərman istifadə edirlər. Yenə də təzyiq düşmür. Bax, bu da bir şübhələnməyə artıq rəva verir də, imkan verir ki, bizə ki, görək əgər bu dərman yazılıb sənə həkim tərəfindən, təzyiq dərmanı, amma təzyiq yenə də qalxırsa, deməli burada bir başqa bir problem yatır. Başqa bir altda yatan səbəb var. Bəzən olur ki, Günay xanım, şəxsdə doğrudan da uzun müddətli təzyiq fonunda həqiqətən də miokard infarktına gətiriləcək səbəb yaranır. Çünki biz qeyd etdiyimiz kimi bütün xəstəliklərin, əksər xəstəliklərin altda yatan səbəbi kimi stres faktoru var. Filankəsin beyninə qansızlığı dərhal soruşurlar. Nəyə əsəbləşmişdin? İnsult oldu. Bəli, şəkər oldu, deyir nədən qorxmuşdun? İnsult oldu, deyir ki, nə olmuşdu? Davadalaş olmuşdu, kimə əsəbləşmişdin? Yəni, stres faktoru bütün xəstəliklərin təkan verici faktoru kimi qeyd edərdim. Həmçinin bu zaman pasientlərdə tənəffüs problemi yaranır. O necə olur doktor? Nəfəs alıb vermə artır. Şəxs daim olaraq ah çəkir. Bax, depressiyada olan insanları görmüşük. Özündən xəbərsiz. Həmişə halsızdır, ah çəkir, yorğundur. Bəzən bir dəqiqə ərzində neçə dəfə bax elə nəfəs alırlar onlar. Bəli, özgüvənsizdir. O elə bilir ki, onu heç kəs başa düşmür. Bax, gözüm sizə baxır, Günay xanım, fikrim başqa yerdədir. Siz nə danışırsınız, gözüm sizdədir, amma bilmirəm nə danışdınız. Söhbətin davamını istəyəndə mən söhbəti davam etdirə bilməyəcəm. Hətta bəzən nitqim zəifləyəcək, nitq kəkələyəcək, yavaşlama müşahidə olunur, qırıq-qırıq nitq müşahidə olunur, düşüncəm zəifləyir və ümumiyyətlə bu mühitə konsentrasiya ola bilmirəm. Bax, bu formada pozuntu yaranır, nəfəs alıb vermə aktı artır. Bax, belə yaranır və bu zaman nəfəs alıb vermə aktı artdıqca beyinə oksigenin miqdarı artır. Artıq beyin təhlükəli bir vəziyyət olduğunu deyir ki, oksigen artıb, deməli, orqanizmdə təhlükəli bir hal var. Nəfəs alıb vermə aktı artanda xəstələr nə deyir? Doktor, elə bil, sinəmin üstündə bir qaya daş oturubdur, nəfəs alıb verə bilmirəm. Nəfəs alanda da ağciyərlərimə hava çatmır deyə ifadələr işlədir. Günay xanım, belə deyərdim də, depressiyada olan şəxslər canlı ölüdür. Yəni, bunlar həyatdan küsmüş, əzgin, bitkin, halsız, özgüvənsiz, həyatdan qırılmış vəziyyətdədirlər. Zövq alması azalır, maraq dairəsi aşağı düşür, yeməyin dadı tamı belə ağzında dadmır. Məsəl üçün, əvvəlcə bu çayı içirdimsə, zövqlə, bəhbəhlə çayın dadı tamı belə ağzımda dadmır, yeməyin dadı tamı Doktor, belə bunun ağzımda ağırlıq dadmır. dərəcəsi var. Bəzi əlamətlər elə hamımızda müşahidə olunur. Bunun bir ağırlıq dərəcəsi, aşağı-yuxarı var mərhələsi, yoxsa? Bax, Günay xanım, sadaladığım bu klinik əlamətlər 2 həftənin üzərində davam edirsə, bizim funksionallığımızı aşağı salırsa, rutin gündəlik həyatımızı pozursa, iş fəaliyyətimizi aşağı salırsa, artıq bu halda depressiya diaqnozu qoyulur. Amma dərəcələri var. Yüngül, orta ağır və ağır. Ağır dərəcədə yəni yüngül dərəcədə nə olur, onu qeyd edim. Depressiyanın klinik sadaladığım əlamətləri daha yüngül formada olur. Yalnız pasiyent, məsəl üçün, günün müəyyən hissəsində, çox nadir hallarda əhval-ruhiyyə düşkünlüyü olur. Dərəcə artdıqca ağır dərəcədə artıq vaxt artır, saat artır. Gün ərzində bəli, insanın yorğun, bitkin, əzgin, əhval-ruhiyyə düşkünlüyü, hətta ağırlaşmış formalarda şəxs ağzını açıb qidalana bilmir, çeyniyə bilmir, sürətli çəki itirir Günay xanım. Yəni, vaxtında müalicə olunmazsa, tanınmazsa... Kaxeksiya, anoreksiya gedir şəxslərdə və yatağa möhtac qalır. Hətta bəzən zəng edirlər, doktor, müayinənizə necə gətirim deyir, yerindən qalxa bilmir, mən onu gərək ki, belə deyək ki, əlil arabasında gətirim, necə köməklik göstərə bilərik? Yəni, bu artıq ağırlaşmış vəziyyətdədir, gərək o vəziyyətə də gətirib çıxartmayaq da. Hətta Günay xanım,
ağırlaşmış formalarda belə, bəzən bizim cəmiyyətimizdə valideynlərin gözündən qaçan, xüsusən yeniyetməlik çağında müşahidə olunan depressiyalar var ki, bunlar ağırlaşaraq artıq digər bir cəhdlərlə nəticələnə bilir. Çox təəssüf, çox təəssüf. Günümüzdə çox artıbdır. Həqiqətən altını cızaraq deyirəm, diqqətli olsunlar. Çox. Və bu halda artıq digər bir məsələ, həyatdan bezmişəm, yaşamaq istəmirəm, ölüb qurtarsaydım canım dincələrdi, onsuz da bir gün hamımız öləcəyik deyə ifadələr işlədir. Yəni, bu ifadələr işləndisə, dərhal həkim psixiatrına müraciət etmək vacibdir. Dəfələrlə olub ki, mənim özümə yazıblar. 13 yaşında bir qızın valideyni müraciət eləmişdi, 15 yaşında bir oğlanın valideyni müraciət eləmişdi. Otağına qapanıb, heç kəsi görmək istəmir, mənlə danışmaq istəmir. Anayam, ona söz deyirəm, mənə qarşı aqressivlik göstərir, mən eşitmək istəmir. Xalası bibisi deyir ki, bizim uşaqlarında o yeniyetmə dövründə belə aqressiv idilər, bizə söz qaytarırdılar, narahat olma, keçəcək, hələ anlamır, başa düşmür, hormonları oynayır. Amma belə deyil, biz məqamı ötürə bilərik, çox diqqətli olmalıyıq, əziz valideynlər. Sizə buradan çox aşırı dərəcədə xahiş eləyirəm sizdən ki, övladlarınıza qarşı həssas yanaşın. Gündə bu xəbərləri eşidirik, adını çəkmək istəmirəm. Yəni, amma diqqətli olaq bu məsələdə, çox rica eləyirəm. Doktor, yeniyetmələrdən danışdıq. Belə bir sual beynimə gəldi ki, bax, mövsümi depressiyadan danışırıqsa, bu hal kişilərdə, qadınlarda, yoxsa məsələn, gənclərdə, yeniyetmələrdə hansı qrupda daha çox görünür? Günah xanım, mövsümi depressiya digər tipik depressiyadan fərqli olaraq cavan depressiyadır, belə deyək, daha cavan yaşlarda. Yeniyetmələrdən başlayaraq gənc dövrlərdə daha çox müşahidə olunur. Bu halda biz mövsümi depressiya deyirik və mövsümi depressiya mövsümsel xarakter daşıdığına görə belə olur. Qadınlarda daha çox müşahidə olunur və buna mövsümi depressiya deyilir. Amma irəliləyən yaşlarda olursa, məsələn qadınlarda 60-65 yaşın üzərində biz buna invalidson melanxoliya, invalidson depressiya deyirik. Bir dəfə bu mövzuya da toxunarıq. Daha çox pensiya dövrünə keçməklə əlaqədar olaraq qadınlarda və ya da kişilərdə müşahidə olunan depressiyadır. Bu artıq irəliləyən yaşlarda müşahidə olunan depressiyadır. Günah xanım, ümumiyyətlə depressiya elə bir mövzudur ki, bu əsrin bəlasıdır, belə deyək. Hal-hazırda şəkərli diabet qədər yayılmış, hətta deyərdim ondan da çox yayılmış bir pozuntudur. Düzdür, gündəlik olaraq mənim əhvalım yoxdur, mənim keyfim yoxdur, söyləyə bilərlər. Bütün günü yatmaq istəyirəm, yazırlar bizə, bütün günü yatmaq istəyirəm. Bütün günü yuxulu olmağı, hal-heyl, durub işini görə bilməməyi, qıcıqlıyam, əsəbiyəm, doktor tıncıxıram, bir yerdə qərar tuta bilmirəm, telefonu səssizdə istifadə edirəm, mesajları elə eləmişəm ki, telefonun belə deyək, üz görüntüsünə gəlmir, suyun şırıltısı, saat evdə gedir, saatın daşını çıxardır, saatın belə deyək, əqrəbinin çıqqıltısı, kimsə yemək yiyir, onun yanında yemir, deyir, dur, get sən buradan, sənin ağzının mırçıltısı mənə toxunur. O qədər qıcıqlı və əsəbi olurlar. Xüsusən kişilər daha impulsiv olurlar. Dağıdıb, vurub, sındırmağa meyilli olurlar. Qadınlar isə daha çox ağlamaqla, nə bilim, kədərlənməklə, öz rəfiqələri ilə bölüşməklə depressiyanı keçirmiş olurlar. Yəni, depressiya kifayət qədər ağır, belə deyək, psixopatoloji simptomlarla özünü göstərən bir kliniki tablodur.